Martın 30-da məhkəmə sistemində şəffaflığın artırılması mövzusunda dəyirmi masa keçirilib. Transparency Azərbaycan İctimai Birliyinə daxil olan şikayətlərin 15%-dən çoxu məhkəmə sisteminə aiddir, deyə Məruzəçi Təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva bildirib. Onun sözlərinə görə, ictimaiyyətin hər şeydən çox informasiya əldə etmə imkanlarına ehtiyacı var. O, son illər müəyyən müsbət dəyişikliklər olduğunu qeyd edib. Belə ki, dövlət başçısının fərmanı ilə hakimlərin sayı ümumilikdə 600 nəfərə çatıb. Apellyasiya instansiya hakimlərinin sayı artırılıb. Avropa qanunvericiliyin tətbiqi üzrə birgə işçi qrupu yaradılıb. Buraya yerli məhkəmə hüquq şurasının nümayəndələri ilə yanaşı Avropa hüquqşünasları da daxildir. Avropa Şurası mütəxəssislərinin iştirakı ilə hakimlər üçün imtahan qaydaları təsdiq edilib. 2012-ci ildən etibarən yeni attestasiya növü nəzərdə tutulur ki, o hakimlərə ömürlük işləmə imkanı verəcək. Lakin adı çəkilən dəyişikliklər formaldır, belə ki, məhkəmə sisteminin mahiyyətinə toxunmur. İndiyədək hakimlərin peşəkar yararlılığının müəyyən edilməsi üzrə dəqiq metodologiya yoxdur, Səfərəliyeva belə hesab edir. Belə ki, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri imtahanların ilk 2 mərhələsinə buraxılır, lakin imtahan nəticələri məxfi saxlanılır və Məhkəmə Hüquq Şurası tərəfindən kənar iştirak olmadan açıqlanır. Səfərəliyeva qeyd edib ki, hakimiyyət sadəcə faktlar barədə məlumat verərək hakimlərin cəzalandırılmasının səbəblərini gizləyir. Səfərəliyevanın fikrincə, ən böyük problem məhkəmə qərarlarının icra edilməməsidir. Bu, hakimlərin və məhkəmə icraçılarının bir-birindən asılı olmaması ilə əlaqədardır. Dəyirmi masa Transparency Azərbaycan təşəbbüsü Amerikanın USAID təşkilatının maliyyə dəstəyi ilə keçirilib.